Deyirlər bu Türkiyədə nəsə musiqili yol açılır da, belə gedirsən orada yolun qırağı ilə musiqi zat eşidirsən, nə bilim, nə edirsən, nə edirsən. Hə, bizdə bu musiqili yol hardasa 1-2 əsrdən çoxdur var. Və gəlirsən bura bir dənə motosikletlə, çox şeyə ehtiyac yoxdur. Biraz qaz verirsən, heç də ehtiyac yoxdur. Bax gəldin bura gəlirsən, bayını. Yani belə deyim ki, burada musiqili yoldayız. Burada onun pikini açsan, bir dənə zəngilə vurmağı burada öyrənə bilirsən. Bütün musiqiçi dostlara səslənirəm. Əgər nə vaxtsa zəngilə vurmağı biraz Darzumenyalı bilsəz, yəni yaxşı bilməsəz də, gəlirsiniz qardaşınız sizi arkada otursanız lap çox hiss eləyərsiniz da. Arkada bir dənə oturursan, qardaşınız bir dənə oradan keçir, bir də görürsünüz ki, pik tərzdə zəngilənin ən belə pikidir. Yəni muğam müsabiqəsində get, ikinci yeri tut gəl. Birə söz verəm mənə, baba, 2-yə %100 yəni deyə bilərəm də. Sağ ol qardaş. Dayı, sağ ol. Belə də. Gedirlər, gəlirlər, bu yollarında qayırmayırlar.